İnsanların üzünü güldürəndə, düşündürəndə, sənətini gözəl təqdim eləyəndə hər kəs səni sevir, yanında olmağa can atır. Çox soyuqlarda üşüyüb. Elə-belə gəlib çıxmır bu yerlər. Bəli, bu bir mənalı olaraq bu belədir və əziyyət çəkməlisən. Hər bir sənət elədir. Fəqanın öz sənəti də, hər bir sənətdə əziyyət çəkib öz o nöqtə var ki, orada çatasan. Elə onunla məqsədvə çatmalısan. Bəli, onunla bağlı sual verəcəm, danışdıracağım. Məsələn, mən bilirəm ki, Fəqan bir stand-up konserti hazırlanmaq üçün ən çox onun yuxusuz gecələri, narahatlıqları, yaddaşında saxlamaqları, tək başına 2 saatlıq konserti, tamaşaçını, hətta 3 saat tamaşaçını ayaqda saxlamaqları, bütün bunlar hamısı bir insan ömrüdür. Çox əyləncələrə yox deyib, çox davranışlardan ayrı düşmələr olur. Bu sözün əsləməsə bütün sənətkarlar üçün keçərlidir ki, bu artıq onların necə deyək, seçimidir.